Temperatur 5 dərəcə enəcək, yollar buz bağlayacaq. Bu barədə xəbərdarlıq olunub. Belə ki, Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-na dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv xarakterli olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısa müddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Azərbaycanın bəzi rayonlarında martın 27-sindən 31-nədək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Martın 27-si 28-də ayrı-ayrı yerlərdə Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz, Şamaxı, Ağsu, Qobustan, mərkəzi aran bölgələri olan Hacıqabul, Neftçala, Sabirabad, Salyan, Qarabağ və Şərqi Zəngəzurda yerləşən Ağdam, Xankəndi, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan bölgəsində yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazilərində axan çaylarda qısa müddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.